Tələbəm Nuray xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Nuray xanım qarşıdan sağdan işləyəcəyik. Görürsən, həm baş yol nişanı var, həm işıqfor var. İndi baş yol nişanı varsa biz baş yoldayıq mı? Xeyr. Əhsənsən. Çünki işıqfor üstünlük nişanlarından 2.1 baş yol nişanını, 2.4 yol ver nişanını, bir də hansı nişan qoydan sardı? Hansı nişan? İkisini mən dedim. Üçüncü hansıydı? Bir də 2.5 stop nişanı. Stop nişanı qüvvədən sağa, yadda saxla. İndi deməli baş yolda deyilik, işıqfor tabi. Yaşıl nişanında biz sağa doğru dönəcəyik. Sağdakı hərəkət əsasında piyada varsa ona yol verək dönmək lazımdır. Oldu? Gəl, bura turumuzu. Gəl, bax o xanım görsən keçir, ona yol veririk. Və arxası istəsən keç, bax düş birinci zolağa. Əhsən. Düşdün birinci zolağa, qal birinci zolaqda. Lazım olsa keçək ikinci zolağa. Hələ ki qal birinci zolaqda. Eniş görürsən, enişdir. Biraz sürətini al. Enişdə avtomobil sürət yığır və sən sürətini tənzimləməlisən düzgün şəkildə ki, qabaqda zaten qırmızı idi, sürətini azaltmalıydın. Özünüzü necə seçirsiniz? Tək yaxşı olun. İndi diqqətli ol, çox artırma. Bax, arxa fərqlən maşın görürsən. Qoy bir çıxsın, da şərait yada çıxsın, heç olmaz. Gəl qardaş, gəl. Gəl, heç olmaz. Arxada maşınımız yoxdur bizim. İndi sür. Qalzolaqda. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Yaşıl işıqdır, biz düz gedəcəyik. Uğurlar olsun, Nuray xanım.